Bir il əvvəl Vaşinqtonda cəmi bir neçə saat davam edən görüş baş verdi. Bugün həmin görüşdən sonra regionda artıq başqa reallıqlar. ATƏT-in Minsk qrupu tarixə çevrilib. Azərbaycan üzərindən Ermənistana yük daşınır. Trip marşrutu üzrə hazırlıq sürətlənib. Delimitasiya prosesi yeni mərhələyə keçib. Və ən maraqlısı odur ki, bütün bunların başlanğıc nöqtəsi 2025-ci il avqustun 8-də imzalanan bir sənəd idi. Həmin gün eyni masada İlham Əliyev, Donald Trump və Nikol Paşinyan əyləşmişdi. Çoxları bunu növbəti diplomatik görüş hesab etdi. Amma bir il sonra geriyə baxanda görünür ki, həmin sənəd təkcə siyasi bəyanat yaratmadı. O, Cənubi Qafqazda uzun illər mümkün görünməyən prosesləri hərəkətə gətirdi. Bugün həmin tarixi Vaşinqton bəyannaməsindən 101 il ötür. Və əsas sual budur. O gün imzalanan sənəd regionun gələcəyini həqiqətən dəyişdirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən üç tərəfli görüşün nəticəsi olaraq Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları liderləri birgə bəyannaməyə imza atdılar. Sənədin mərkəzində Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişin razılaşdırılmış mətninin paraflanması dayanırdı. Bu, yekun sülh müqaviləsi deyildi. Lakin diplomatik praktikada paraflanma sənəd üzərində siyasi razılığın əldə olunduğunu göstərən ən mühüm mərhələlərdən biridir. Yəni, tərəflər ilk dəfə olaraq gələcək sülh müqaviləsinin əsas konturlarını eyni mətn üzərində təsdiqləmiş oldular. Bəyannamə bununla da kifayətlənmirdi. Sənəddə güc tətbiqinin və ya güclə hədələmənin yol verilməz olduğu vurğulanır. Münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulacağı bəyan edilirdi. Ən diqqət çəkən məqam isə keçmiş münaqişənin yaratdığı düşmənçilik səhifəsinin bağlanması niyyətinin açıq şəkildə ifadə olunması idi. Bu təkcə diplomatik formul deyildi. Bu, regionun siyasi ritorikasının dəyişməsi demək idi. Vaşinqton görüşündən sonra baş verən ilk böyük dəyişiklik beynəlxalq müstəvidə göründü. Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT-in Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı. Uzun illər Qarabağ münaqişəsinin əsas beynəlxalq platforması hesab olunan struktur faktiki olaraq tarixə çevrildi. Bu addımın əhəmiyyəti ondan ibarət idi ki, tərəflər münaqişənin idarə olunması modelindən çıxaraq münasibətlərin normallaşdırılması modelinə keçirdilər. Daha sonra iqtisadi sahədə real nəticələr görünməyə başladı. Paraflanmadan sonra Azərbaycan ərazisindən Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldı. Rusiya və Qazaxıstandan gələn buğda yükləri Azərbaycan üzərindən Ermənistana daşındı. Ardınca Azərbaycan özünün neft məhsullarını Ermənistana göndərdi. Bir neçə il əvvəl belə bir mənzərə siyasi baxımdan demək olar ki, mümkün görünmürdü. Bu isə göstərdi ki, diplomatik razılaşma artıq iqtisadi münasibətlərə də təsir göstərməyə başlayıb. Növbəti istiqamət nəqliyyat və kommunikasiya layihələri oldu. Vaşinqton görüşündən sonra TRIP layihəsi üzrə hazırlıq işləri sürətləndirildi. Bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək beynəlxalq nəqliyyat marşrutunun formalaşdırılmasını nəzərdə tutur. Texniki və infrastruktur hazırlıqları genişləndirildi. Avtomobil və dəmir yolu layihələri üzrə işlər sürətləndirildi. Bu marşrutun tam reallaşması Cənubi Qafqazın tranzit xəritəsini dəyişdirə biləcək potensiala malikdir. Sərhədlərin müəyyənləşdirilməsi prosesi də yeni mərhələyə daxil oldu. Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri və bu ilin aprelində delimitasiya üzrə təlimat layihələrinin razılaşdırılması münasibətlərin normallaşması istiqamətində ən praktik addımlardan biri hesab olunur. Çünki hüquqi cəhətdən müəyyən edilmiş sərhəd uzunmüddətli sabitliyin əsas şərtlərindən biridir. Bununla belə proses hələ tamamlanmayıb. Sülh sazişi imzalanmayıb, ratifikasiya mərhələsi başa çatmayıb, kommunikasiya layihələri tam həyata keçirilməyib. Ermənistan daxilində müxtəlif siyasi qüvvələrin bu prosesə fərqli yanaşması və regionda xarici güclərin maraqlarının davam etməsi də vəziyyəti mürəkkəbləşdirən amillər sırasındadır. Məhz buna görə Vaşinqton bəyannaməsi münaqişəni bitirən sənəd kimi deyil, yeni regional nizamın siyasi bazasını formalaşdıran sənəd kimi qiymətləndirilir. Ən mühüm dəyişiklik isə bəlkə də siyasi düşüncə tərzində baş verdi. İllər boyu Azərbaycan və Ermənistan arasında gündəmə əsasən təhlükəsizlik, hərbi balans
və qarşıdurma müəyyən edirdi. Vaşinqtondan sonra isə tranzit, enerji, logistika, sərhəd və iqtisadi əməkdaşlıq kimi mövzular ön plana çıxmağa başladı. Bu dəyişiklik tam başa çatmasa da istiqamətin dəyişdiyi aydın görünür. Beynəlxalq ictimaiyyət də həmin sənədi Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi istiqamətində mühüm diplomatik addım kimi qiymətləndirir. Ekspertlərin fikrincə bəyannamə tərəflərin birbaşa dialoqunun davam etdirilməsi, iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi və yekun sülh sazişinin imzalanması üçün hüquqi və siyasi baza yaradıb. Bir il əvvəl Vaşinqtonda imzalanan sənəd keçmiş münaqişəni deyil, gələcək əməkdaşlığı mərkəzə qoyurdu. Bugün həmin sənədin bütün vədləri tam reallaşmasa da artıq görünən nəticələr göstərir ki, o regionun siyasi və iqtisadi gündəmini dəyişdirən proseslərin başlanğıc nöqtələrindən birinə çevrilir. Tarix bəzən illərlə davam edən müharibələrlə deyil, bir neçə saatlıq danışıqlarla dəyişir. Vaşinqton bəyannaməsi də məhz belə sənədlərdən biri kimi Cənubi Qafqazın yeni mərhələsinə daxil olub. Namiq Abbasov, Qubey Press TV.